Həftə sonu ilk dəfə Şıxovdakı Şəfab balıq evində olduq. Dostumuz bizi ad gününə çağırmışdı. Bəri başdan deyim ki, həftə sonu burada maşın saxlamaq böyük problemdir. Nəysə ki, birtəhər gəlib çatdıq. Restoranın ərazisi çox böyükdür və 2 hissədən ibarətdir. Sahil və digər hissələr. Digər hissələrdə masalar daha çox ağaclıq və yaşıllıqla əhatə olunub. Sahil tərəfin masaları isə birbaşa dənizə açılır. Uşaqlar dedilər ki, burada manqalda farel çox dadlı olur. Hamımız elə ondan sifariş etdik. Çoban salatı, sular, düşes, fri kartof, ət qutabı və digər sifarişlər oldu. Sifarişlərimiz 45-50 dəqiqəyə gəldi. Başa düşürəm, müştəri çoxdur, amma belə obyektlərin ən böyük minusu da məhz budur. Sifarişlərin çox gecikməsi. Farel dadlı idi. Bilmirəm biz çox acıydıq ya nədir, amma həqiqətən ləzzətlə yedik. Yəni 10-12 nəfərlik kollektivdə narazı qalan olmadı. Bir ədədi çəkisindən asılı olaraq 15-17 manata başa gəlir. Elə ət qutabları da həmçinin. Düzünü demək lazım, yalandan pisləyə bilmərəm. Səmada bədirlənmiş ayın nuru olduqca gözəl görünürdü. Yemək gələnə qədər vaxtı Leyla ilə dənizdəki gəmilərdən danışaraq keçirdik. Bir də burada uşaqlar üçün oyun meydançası, inancılı müştərilər üçün namaz otağı və digər xidmətlər də mövcuddur. Sonda gələn hesab isə belə oldu. İndi day qiymətlər ucuzdur, bahadır, buna özünüz qərar verin. Bura bir də gələrəmmi? Açığı bilmirəm. Əslində yeməklər əlaydı, amma xidmət zəifdir. Fikir verirdim, afisantlar necə qaça-qaçla işləyirdilər. Əgər müştərim boldusa, gərək xidmətin keyfiyyətini də yüksəldəsən. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.